Son aylar Dövlət Gömrük Komitəsi ilə bağlı sahibkarlar tərəfindən ardı-arası kəsilməyən şikayətlərin çoxalması adı çəkilən qurumun rəhbərliyini ciddi şəkildə hədəf halına gətirib. Qeyd edək ki, Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra qurumda bir çox dəyişikliklər edib. Ancaq sahibkarların müxtəlif bəhanələrlə incidilməsi o anlama gəlir ki, hələ də komitədə bürokratik əngəllər və problemlər qalmaqdadır. Buna görə də son zamanlar sahibkarların Dövlət Gömrük Komitəsindən şikayətləri artmaqdadır. Doğrudur, bu şikayətlər Aydın Əliyev və Səfər Mehdiyevin zamanında olduğu səviyyədə total və davamlı olmasa da, son zamanlar Şahin Bağırovla bağlı mətbuatda çıxan məlumatlar sensasiya xarakterlidir. Xüsusən Gömrük Komitəsində yeni sistemin də korrupsioner və rüşvətxor sistem olaraq monopoliyaya xidmət göstərməsi ilə bağlı artan xəbərlər onu deməyə əsas verir ki, komitədə mahiyyətcə dəyişim baş verməyib. Yəni Şahin Bağırov Dövlət Gömrük Komitəsində yeni qaydalar tətbiq etsə də, komitənin fəaliyyətində mahiyyət dəyişikliyi baş verməyib və bu fəaliyyət yenə də monopoliyaya xidmət etməkdədir. Qeyd edək ki, komitə ilə bağlı narazılıqların artması və ictimailəşməsi Şahin Bağırovun rəqiblərini həvəsləndirib. Belə görünür ki, Şahin Bağırovla bağlı şikayətlərin artması məhz ona qarşı müxalifətin aktivləşməsi ilə bağlıdır. Asfakt.com-un məlumatına görə Dövlət Gömrük Komitəsində Şahin Bağırovun kreslosuna göz dikən iki qruplaşma var. Bu qruplaşmanın birinə Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, digərinə isə Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov rəhbərlik edir. Məlumata görə general Bəhruz Quliyev və idarə rəisi Elmir Ramazanov artıq Dövlət Gömrük Komitəsində öz komandalarını formalaşdırmaqla məşğuldur. Belə ki, komitənin Sumqayıt, Gəncə, Tovuz, Xaçmaz Gömrük İdarə rəislərinin sədr müavini general Bəhruz Quliyevin himayəsi altında olduğu iddia edilir. Həmçinin sədr müavini Bəhruz Quliyevin komitədə ən etibarlı adamdan isə yaxın dostu hava nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cihangirov olduğu bildirilir. Anar Cihangirovun hava nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə məhz Bəhruz Quliyevin köməyi və dəstəyi ilə təyin aldığı iddia olunur. Məlumata görə general Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinin sədri olmaq üçün hakimiyyətin yuxarı dairələri ilə müxtəlif əlaqələr qurmaqdadır. Özünü Şahin Bağırovun yerində görmək istəyən digər qruplaşmanın rəhbəri olan Bakı Baş Gömrük İdarəsinin gənc rəisi Elmir Ramazanovun isə arxasında İqtisadiyyat Nazirinin müavini Elnur Əliyevin dayandığı bildirilir. Nazir müavininin himayəsində olan Elmir Ramazanovun Bakı Baş Gömrük İdarəsinin müstəqil qurum kimi idarə etdiyi də iddialar arasındadır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.